Hər kəsə salamlar. Yeni məktubumuz var sualım rubrikasında. Xatırlatmaq istəyirəm ki, eyni insan istədiyi qədər məktub göndərə bilər fərqli situasiyalara haqqda və əgər sən də artıq cəsarətlənmisən və öz situasiyanı göndərməyi istəyirsənsə məktub vasitəsilə e-maili aşağıda buraxacağam. Başlayaq. Salam Aygün xanım, yeni iliniz mübarək. Yəqin yeni il ərəfəsində yazılıb. Mən sizin yazılarınızı bəyənirəm və həqiqətən elə olduğunu düşünürəm. Sonuncu Şaxta Baba yazınızı nəzərdə tuturam. Şaxta Baba yazısında Instagramda mən uşaq və yetişkin pozisiyası haqqında danışıram. Necə ki, harda ki biz xilaskarı gözləməkdən bir növ keçirik, həyatın məsuliyyətini öz üzərimizə götürmək. İstəsəniz oxuya bilərsiniz oradan. Amma son vaxtlar yayılan dişil enerji, çox çalışmayın, sizi kişiləşdirir. Sevdiyiniz qarşısında bir qadın görmür, enerjiniz ağırlaşır və sair bu kimi sözləri o qədər oxudum və üstəlik də sevgilimdən səbəbsizcə soyuyub ayrıldığımız üçün bunlara inandım. Halbuki öz biliyimə universitetə qəbul olub 5 il yüksək nəticələrlə imtahanları öz biliyinə verən həqiqətən güclü birisi idim. Nə oldusa bu 3 ildə Instada bu kimi yazılarım oxuyandan sonra oldu mənə. Amma hardasa onların dediyi ilə də razılaşıram, amma siz də çox haqlısınız. İşə girmək, imtahanlarımı vermək əvvəlki mən olsaydı çox məsuliyyətli şəkildə özümü hər şeydən məhrub edib verərdim, girərdim də. Sanki indi qorxuram ki, yenə elə məsuliyyətli, güclü olaram və həyatımdakı oğlan məndən bezər ki, bu kişi kimidir. Sıxıcıdır, ağır enerjilidir. Onun üçün tam ortada qalmışam. Mənim şəxsi inkişafımda sizin rolunuz çox böyükdür. Hər şey üçün minnətdaram, cavabladığınız üçün sağ olun. Siz də məktubunuz üçün sağ olun. Özümdən asılı olmayaraq sizin məktubu oxuyanda mən hamının tərəfindən məncə tanınan Möhtəşəm Yüzyıl dizisi yadıma düşdü. Mən o dizini tam izləməmişəm, amma məzmununu bilirəm, oradan-buradan izləmişəm və əgər xatırlayırsınızsa, orada var idi Sultan Süleyman, düzdür, və onun haremi. O harem qızlardan ibarət idi. Fərqli ölkələrdən tutulmuş, kölə kimi gətirilmiş. Sanki fikir verin, elə bir ki, eyni simadırlar. Onların simaları belə sadəcə görünüşlərə görə seçilirdi. Fərqi yox idi. Qadın xeylağı idi. Gözəl olsun. Tutub gətirirdilər onları. Və sonra qayda ilə, qanunla sultana uyğun onu əyləndirəcək, sevindirəcək, xoşbəxt edəcək. Ən əsas da o əyləndirəcək, o belə kukla kimi birisi olmağı öyrədirdilər. Düzdür? Qaydasından, qanunundan. Rəqs eləməyi, cazibədar olmağı, seksapil olmağı və s. Və fikir verin, onları bir kölə kimi tuturdular və sultan üçün sanki bir oyuncaq kimi onları çevirib, evirib, düzəldib ona uyğunlaşdırırdılar. Və mənə hərdən elə gəlir ki, bax, dişil enerji, qadın ağır enerjidir. Elə ki, mən sizin məktubu yazanda həqiqətən mənə elə gəlirdi ki, sanki bütün qadınlar eyni simadır və hamısı hansısa, yəni həyatındakı gələcək bu kişi bir sultandır və sən onu itirməmək üçün, onu qəzəbləndirməmək üçün, onu sevindirmək üçün bir gözəl, dingildəyən oyuncaqsan. Hansı ki, başqa heç bir işi gücü yoxdur. Sadəcə o enerjisini yüngül, cıqqılı-cıqqılı vuran belə tutmalıdır. Yəni, bəlli bir oyun oynayır, bəlli bir cür qaydalarla davranır. Aman da sultan hirslənər, qəzəblənər, məndən xoşu gəlməz sağa baxar, başqasını görər, boşayar, atar və s. Mənə elə gəlir ki, xanımlar, hansının ki həyatında iş var, yəni onlar universitet bitiriblər, iş tapmaq üçün bəlli bir əmək veriblər. Görürsünüz, orada etaplar keçir insan, güclənir.
həqiqətən güclənir, öz güvəni yaranır, əlində öz pulu olur. O qadındır ki, hansının ki həyatında sadəcə kişi deyil, kişidən başqa bir şeylər də var. Yəni kişi onun həyatında həyatının mərkəzində olan bir Allah deyil, hansına ki az qala qibtə edir və hər şey onun üçündür. Həyatında işi olan qadın özünü fərqli tərəflərdən tanımağa başlayır. Amma fikir verin, sizin məktubunuzda elə bil ki, sadəcə o var və siz var, hansı ki o kişiyə uyğunlaşdırır. Və məndə sual yaranır ki, hansı tip kişidən söhbət gedir? Çünki hər kişiyə məsəl üçün fərqli bir qadın lazımdır. Elə bil o ümumi qaydalar veriləndə həqiqətən fərqlilik unudulur. Yəni sizin beyninizdə hansı tip kişi tutmusunuz? Bu nə tip kişidir? Və ən əsası da siz necə birisiniz? Sizə kim lazımdır? Siz anlayırsınızmı? Siz nə cür insansınız? Sizin daxili strukturlarınız nədir ki, siz kiminlə uyğunlaşa bilərsiniz? Kim sizə uyğunlaşa bilər? Amma sanki sizin məktubunuzdan elə hiss olunur ki, elə bil ki, var kişilər və var siz. Sanki xameleon kimi rəng dəyişib, hər birinə uyğunlaşmağa hazırsınız. Həyatınız pauzadadır və gözləyirsiniz bu insanı. Hansı ki gələcək və siz onun üçün yüngül enerjili, az qala belə o kəpənək kimi yumşaq, sevəcən, daima pozitiv, güləriz bir sevgili olacaqsınız. Belə bir his yaranır. Siz çalışın anlayın, sizin üçün kişi hansı anlama gəlir. Yəni əgər bunu o dərəcədə sultan pozisiyasına qoymusunuzsa və siz bir növ elə bil ki, hansısa harem var və orada o kölələr var, necə ki var hansısa oğlan, hansı ki sizin həyata gələcək və bütün qızlar və onların arasında siz, elə bil ki çalışırsınız bu qaydaları öyrənməyə, anlamağa ki, onların arasında siz seçiləsiniz və birdəfəlik seçiləsiniz və oğlanın heç bir şübhəsi qalmasın və siz də bütün axı düzgün yolları bilirsiniz necə davranmaq lazımdır ki, o daima sizdən razı qalsın. Necə ki Sultan Süleyman razı qalmalı idi haremdəki qadınlardan. Amma axırda gördük də bütün o düzgün aparanlar mı bəyənildi, yoxsa nə idi qızın adı? Hürrəm. Burada individuallıq yoxdur sanki ortada. Çünki kölələrin də individual yoxdur. Dediyim kimi eyni sima idilər. Düzdür, haremdəki qadınlar heç kimin vecinə deyildi ki, Aleksandra kimdə, o kimdə, bu kimdə. Onlar sadəcə bir instrument idi sultanı sevindirmək üçün, nəşələndirmək üçün. Biraz düşünün bunları. Məncə siz də eyni tipdə bir şeydən yazırsınız. İnsan individuallığı olanda o başqa şeylər də istəyir. O elə bil ki, daha konkret başa düşür ki, ona nə tip oğlan lazımdır, həyatda nələr istəyir. Amma burada fikir verin, sizin üçün individuallıq, karyera, bütün başqa maraqlar, onlar hamısı ikinci, üçüncü, dördüncü dərəcəlidir. Niyə? Çünki onların sizin üçün hələ ki daxili dünyavızda mənəvi dəyərləri yoxdur. Onlar sizin üçün dəyərli deyil. Bunu çox asanlıqla görmək olur. Çünki siz onları çox tez qurban verirsiniz əsas məqsədiniz üçün. Həyat yoldaşı tapmaqdır. Yəni burada problem deyil. Mən də ailə həyatı qurmuşam. İstəyirəm ki, bütün qızlar ailə həyatı qursun. Burada ümidlə başa düşürsünüz. Problem orada deyil, yanaşmanızdadır. Bununla müqayisədə sanki bütün başqa şeylər hamısı dəyərsizdir. Baxmayaraq ki, bir yerlərdə siz özünüz deyirsiniz ki, hə, məndə var potensial, mən oxuyub şey eləyə bilirəm, amma bu güclü olmağa məni qorxudur. Maraqlıdır ki, o son 3 ildə deyirsinizə, o nə bilim dişil enerji, ağrı, yüngül enerji falan filan bunların hamısı haqqında paylaşan xanımlar sizdə nəyisə tətiklədi. Sizin qorxunuzu tətiklədi. Ola bilər ki, siz ən çox bu həyatda
ya ərə getməməkdən, ya hansısa ideal, beyninizdə hansısa ideal münasibət tərzi var, onu qura bilməməkdən qorxursunuz. Ona görə onlar bu qaydaları verəndə sizin içinizdə bir qorxu yarandı ki, beləmi yoxsa beləmi? Bumu yoxsa bumu? Və birdən ortaya hələ bir mən də peydah oluram. İndi də məni də oxumağa başlayırsınız və burdakı o məntiqli, şuurlu tərəfiniz sizə bir növ deyir ki, bu da axı doğru deyir. Və əsas da problem burdadır. Aygün mü doğru deyir? Nə bilim, Sevda Leyla Fərqanə mi doğru deyir? Mən bu halı o qədər gözəl tanıyıram və çox videoda bu haqda danışmışam. Hardakı insan başa düşmür kim daha doğru deyir. Başa düşmür çünki hələ ki özünü tanımağa başlamayıb, öz individuallığını qurmağa başlamayıb, analiz qabiliyyəti yoxdur və anlaya bilmir ki, onun üçün uyğun nədir. Ona görə dəli olur ki, ay Allah, bu mu düzdür, bu mu düzdür? Sanki burada da həqiqət var, burada da həqiqət var. Və özünü tanımağın yerinəsə, özünü anlamağın yerinəsə, daha düzgün qaydanı, kim daha düz deyir, tez qərar verim ki, o insanın dediyi arxasıca gedim. Okay, təsəvvür etsək ki, siz qərar verdiniz ki, yox, Aygün daha doğru deyir bu videodan sonra və mənim yazdıqlarıma uyğun gedirsiniz. Amma onsuz da sizin içinizdə bir yerdə qalacaq o tərəf var, hansı ki, bu xanımların dediyinə inanır. İnanır çünki siz hələ ki analiz etməyə başlamamısınız və bunun ən böyük göstəricisi sizin bu cümlənizdir ki, sevgilimdən səbəbsizcə soyuyub ayrıldığımız üçün buna inandım. Heç bir ayrılma səbəbsiz olmur. Bu mənə göstərir ki, siz bəlkə də otursaz, biraz düşüncəz, bacararsınız. Sanki elə bil sizdə o anlayış yoxdur ki, oturum, analiz edim, anlayım, bizim münasibət nədən ibarət idi? O necə davranırdı, mən necə davranırdım, nə baş verdi bu müddət bizim aramızda ki, biz ayrıldıq. Amma əslində, məsələn, siz seansa gəlsəz və biz işləsək, onu anlasaq, siz özünüz haqda çox şey anlaya bilərsiniz. Çox şey. Ki, siz münasibətdə nə cür pozisiyadasınız? Amma sizin dünyanızda bu səbəbsizcə oldu deyə, amma analiz yox idi sadəcə orada. Ona görə sizdə əlavə qorxu yaranır ki, yəqin o mənim dişin enerjim belə idi, yəqin mən oxuyurdum, yəqin mən onun üçün çox ağıllı görsəndim, yəqin mən onun üçün çox güclü görsəndim. Bəli, güclü qadın, savadlı, ağıllı qadın çox zəif kişiləri qorxudur. Biraz güclü olan kişilər isə qürur duyur, fəxr edir. Onların yanında işləyən, məsləhət sahibi olan qadın qürurla qollarını gəzdirirlər onu. Çünki onlar özləri də özünü yetərsiz hiss etmirlər ki, həyat yoldaşını kölə şəklində saxlayıb onun üzərindən yüksəlməyə. Ona görə sizin üçün anlamaq lazımdır, siz nə istəyirsiniz? O hansısa potensial boyfriend ya həyat yoldaşı yox. Siz nə istəyirsiniz? Sizə nə lazımdır bu həyatda? Çünki hələ ki sizin ilk öndə gedən dəyərləriniz sevgili tapmaqdır. Hansısa düzgün tərzdə münasibət qurmaqdır. Başqa deyəcəklərim bu qədər əslində. Bir-iki dəfə dinləyin bu videonu istəyirsiniz. Özünüz üçün nəticələr çıxardın. Mən özümdən bilirəm ki, insan psixikanın içində prosesləri anlamayana qədər öz hissləri ilə, həyatındakı hadisələri anlamaqla, analiz etməklə, onlarla kontaktda, o hisslərlə, emosiyalarla kontakta girmədən anlaya bilmir ona həqiqətən nə lazımdır. Çünki özünü o real özü ilə və real ehtiyacları ilə tanımlamır. Ola bilər sizin hər kəs kimi hansı bir ideal obrazınız var. Harda ki siz özünüzü bir cür təsəvvür edirsiniz. Nə bilim, sultanın qəlbini fəth etmiş, min bir gecə qəhrəmanı Şəhrazad, məsələn. Hansı ki, öz enerjisi ilə büyülüyür, məsələn, sultanı. Bəlkə belə bir anlayışınız var. Orada ideal obrazınızda da biraz nəzər yetirməyə maraqlı olardı. Təsəvvür edin, çalışın, anlayın ki, hansı tip kişini xəyalınızda qurmusunuz və siz onun yanında nə cürsüz? Bu sizə biraz açar ola bilər.
Bu qədər sizin məktubunuz haqqda. Ümid edirəm biraz kömək ola bildim və gələn həftə yenidən görüşərik. Sağ olun.